Fazil müəllim, öncələr valideynlər övladlarını məktəbə aparanda belə bir deyimdən istifadə edirdilər. Əti sənin, sümüyü mənim. Nə edirsən, elə mənim övladıma yaxşı təhsil ver. Amma indiki valideynlər övladını məktəbə aparanda aman da mənim övladıma gözün üstə qaşın var deyilməsin. Bəs bu müəllim neynəsin? Bir növ müəllimin bütün hüquqları əlindən alınıbdır. Tamamilə doğru. Məsələn, mən millət vəkili olaraq bir dəfə də olsun məktəbə, tədbirə gedərəm hansısa, amma müəllimin yanına mən övladımla bağlı getmərəm. Birinci, o uşaqlar görməsinlər ki, kiminsə uşağı imtiyazlıdır, yaxud da kiminsə uşağı tapşırılıb və müəllimə də heç vaxt bir kəlmə də uşağı danladığına, qiymət verdiyinə görə əksinə tələb eləyirəm ki, sərt və məqsədyönlü şəkildə davran ki, bu uşaq doğru anlayışla yetişsin. Demək, hər birimiz öz nümunəmizdə bunu etməyə çalışmalıyıq. Müəllim üzərində baskı böyükdür. Müəllimin özü ilə məşğul olmağa imkanı yoxdur. Müəllim ya aldığı maaş yetərli olmur, repetitor fəaliyyəti ilə məşğul olur. Evində öz övladına da baxma imkanına malik deyil. 3 saat, 5 saat fiziki aşınmaya məruz qalır. Zehni aşınmaya məruz qalır. Necə ola bilər? Məktəbdə 6-7 saatdan sonra gəl həlində 6 saat evdə hansı uşaqları dərsdə repetitor kimi fəaliyyət göstərir. Demək, biz biliyi, təlimi məktəbə köçürə bilmədik. Köçürə bilmədiyinə görə məktəb təzədən evlərə qayıtdı. İbtidai dövrlərdə məktəb evlərdə idi. Kimsə bir ziyalı evdə məktəb açırdı, gəlirdi, hamı orada dərsini keçirdi. Seçmə uşaqlar. Amma indi biz bunu yenidən məktəb yaratdıq, hamının tərbiyə, təlim gördüyü məktəbdən indi evə köçürdük təhsili. Olduqca zərərlidir. Çünki nədir əsas məsələ? Əsas məsələ uşağın kollektiv içində, mühit içində yetişməsidir. Bu təkcə bilik qazanma deyil. Biliyə də faydası var, çünki sən bilmədiyini başqası təkrarlayanda sən artıq onu yaddaşında saxlayırsan. Amma eyni zamanda burada 10-15 insanla, dostla və cəmiyyətlə və qarşında olan böyüklə davranış mədəniyyətini mənimsəmə durur. Bax, bu sinif anlayışı bitdiyinə görə, sinifdə bu demək həmrəylik, birlikdə bir məsuliyyət daşıma anlayışı bitdiyinə görə bu məsələ artıq böyük bir xaosa sürüklənməkdədir. Ona görə də mən hesab edirəm ki, məktəbin şəxsiyyətini, məktəbdə müəllimin şəxsiyyətini dirçətməkdən başqa yol yoxdur. Amma bunun üçün də müəllim savadlı olmalıdır. Müəllim pedaqoji təhsilə pul buraxmalıyıq. Pedaqoji təhsil o qədər yüksək səviyyədə olmalıdır, stimullaşdırmalıyıq. Orada o qədər sərt intizamla müəllimlərin yetişməsini təmin eləməliyik ki, artıq məktəbə, orta məktəbə gedən müəllim həm demək, hansısa bir əmək haqqı qayğısı çəkməməlidir, yüksək maaş almalıdır. Cəmiyyət fondlar vasitəsilə də bunu eləyə bilər. Dövlət əgər az maaş verirsə, müəyyən qrantlar, fondlar vasitəsilə bunu eləmək lazımdır. İkinci isə, müəllim artıq özü bir psixoloq kimi getməlidir və bəzən deyirlər, məktəbdə psixoloq, məktəbdə psixoloq. Məktəbdən böyük psixoloq müəllimin özüdür. Biz əlavə bir ştat verməklə o ştatı deyək ki, bəzən heç uyğun olmayan adamlarla doldururuq və sonra deyir ki, bu hər sinif uşağı ilə gəlib danışanmaz ki, uşağın psixologiyasını ona dərs deyən müəllimdən gözəl bilən yoxdur. Və biz müəllimi bu modeldə əgər hazırlaya bilsək, onda böyük bir problemimiz olmaz və bütün təhsil də məktəbə köçər. Artıq evlərə, repetitora təhsil imkanı qalmaz. Və bir də ali məktəb hədəfini çıxartmalıyıq gündəmdən. Bu bir xəstəlikdir. Savadı olan, olmayan hamı ali məktəbə. Halbuki bu bədbaxt qız uşaqları gedib peşə öyrənməlidirlər. Əgər təhsil bilik o dərəcədə deyilsə, sadəcə 5 il adım yazılsın deyə diplom alım, cehizə diplom qoyum deyə bir dənə 5 ili itirmək böyük bir faciədir. Oğlanlar üçün də elədir. Bəlkə yaxşı bir peşə, mütəxəssis kimi yetişə bilər. Bu vaxtı itirir axı. Sonra da vaxt itəndən sonra da insanın həmən hırsı, həmən qabiliyyəti olmur ki, peşə yönəlsin və sonra da kimdənsə öyrəndiyi peşəni də yarımçıq bilir və böyük bir keyfiyyətli usta yaxud da mütəxəssis kimi olmadığına görə də bazarda özünü reallaşdıracaq bir xarakter ya imkan ortaya qoya bilmir.